işlədilən feillərdir. Adətən əmr, xəbər, vacib və şərt şəklində olur. Rəsmi işgüzar üslubdan söhbət gedir. Digər üslublar kimi bu üslubda da ədəbi dilin normaları gözlənilir. Sizcə ədəbi dilin normaları hansı üslubda gözlənilir? Ədəbi dilin rəsmi işgüzarda. Ədəbi dilin üslubları hansında, normaları hansı üslubda gözlənilir? Hamısında. Funksional üslubları birləşdirən nə idi? Ədəbi dilin normalarına riayət olunması. Yəni, bax, uşaqlar, dərsi izah eləyəndə birinci dərsdə dedim. Üslub, norma. Bunlar bərabər doğulublar sanki. Yəni, üslub, ədəbi dilin normasından kənara çıxıramsa, deməli, mən burada üslubu pozmuşam. Biz üslubdan danışırıq. Üslubda hər şey normada olmalıdır. Ədəbi dilin, hər şey deyəndə dil vasitələrimizdə. Xüsusi fərdi üslub təzahürlərinə əsasən yer verilmir. Fərdi üslubun təzahürlərinə hansında yer verilmirdi? Elmidə. Natəvən, hər dəfə rəsmi işgüzar üsluba elmi deyirsən. Rəsmi işgüzar üslubda fərdi, nitq ünsürlərinə yer verilmir. Bu dərsdə bəlkə bir 10 dəfə demişəm, yalan olmasın. Hər dəfə də natəvan elmi deyir. Birlikdə elmi qızsan. Rəsmi işgüzar üslubdadır. Fərdi, nitq ünsürlərinə yol verilməmək rəsmi işgüzar üslubdadır.